Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Ama ba'd. Fe inne astakal hadith kitabullah. Ve hayral hedi hedi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem. Ve şerru umuri muhtesatuhâ. Ve kulle muhtesetin bid'a. Ve kulle bid'atin dalâle. Ve kulle dalâletin finnâr. Möhtərəm qardaşlar, ilk olaraq Allah subhanahu wa ta'ala sonsuz sayıda şükürlər olsun. Allah subhanahu wa ta'ala müvəffəq elədi bizləri, görüşdük. Və Allah subhanahu wa ta'ala kim səbəbkar olubsa, kim məclisi qurmağa və həmin mənəvi, həm maddi cəhətdən Allah onların razı olsun. Allah mallarına, mülklərinə bərəkət versin. Və həmçində Allah subhanahu nə çətinlikləri var, Allah subhanahu wa ta'ala o çətinliklərini asanlaşdırsın. Və ümumi olaraq da Allah hər birinizdən razı olsun. Allah subhanahu ta'ala daim bizi faydalı məclisi yığışan qullarını eləsin. Həqiqi mənada çox gözəldir qardaşlarla görüşmək. Necə bilirsiniz ki, Allah Resulü s.ə.v deyir ki, bir hədisdə 7 qisim insan var ki, qiyamət günü heç bir kölgə olmadığı halda Allah subhanahu kölgə yaradacaqdır və o kölgənin altında 7 qisim insan yalnız kölgələnəcək. Onlardan biri də hansıdır? 7-sinə sadalamayacaq. O insan, o qardaşlar ki, görüşməkləri də, ayrılmaqları da yalnız Allah üçün olar. Başqa bir şey, bir mənfiyyət üçün olmaz. O da inşallah ki, Allah'ın izni ilə ümid edirəm ki, bizim də bütün bu qardaşlar burada görüşənlər o dünya. Başqa bir nə mənfiyyət olacaq ki, əlhəmdülillah. Və Allah'tan diləyirəm ki, elə o qismlərdən olaq. Və həmçinin necə bilirsiniz ki, qardaşlar, yəni bugünkü gündə görürsən nə qədər fitnələr artır, fəsadlar, insanı pisliyə sürükləyən səbəblər çoxdur, həddindən artıq. Və insan nə etməlidir? Yəni müsəlman, mömin, yəni ağıllı insan daim çalışmalıdır ki, xeyirli insanlarla bir yerdə olsun. Bu halda Allah'ın izniyle nicat tapanlardan olar. Zikir əhlindən olsun. Yəni pis fikirli insanlardan, xarab fikirli insanlardan uzaq olsun. Əxlaqsız insanlardan həm özünü qorusun, həm övladlarını. Bugünkü gündə həqiqi mənada çox çətindir. Əgər böyüklər üçün belə çətindirsə, gör uşaqlar üçün necə çətindir. Çünki fitnələr, fəsadlar çoxdur. Hər şey çox rahatçılıqla əldə olunur, günahlar. Ona görə görürsən, alimlər indi bugünkü gündə cavanların halını zikr eləyəndə, bir də olar qardaş, oturun. Görürsən ki, insanlar cavanların halını hatırladanda ağlayırlar hətta bazı alimlər. Onların halına görə deyir, necə deyir, çox şey, yəni ki, asanlaşıb, rahat olub da onlara halına ağlayır ki, tez günaha düşə bilərlər. Tez yəni cəlb olunur, cəlb edilirlər. Yəni qabaq başqa cür idi hər şey. İndi insan evdə otura-otura belə günaha düşür. Evin içində belə, yatağına girəndə belə, əlində nə bir dənə balaca cihazdır. Allah qorusun, həm cəhənnəm səbəb ola bilər, həm cənnət səbəb olar. Ola bilər ki, Quran qoyub qulaq asarsan, Quran oxuyarsan, hədis oxuyarsan, hansı məsələni araşdırarsan, əlhəm sənin cənnətin olar. Ola da bilər ki, günahdan yatarsan, elə onunla da ölərsən, onunla da həşr olunarsan. Biz bilmirik yaxında vaxt bizim canımız alınacaqdır. Onu bir Allah bilir. Hətta belə bugünkü nəyə görə, həmçində bilsən, nəyə görə, ən çox da nədir, əziz qardaşlarım? Yəni, həm də fitnə tez yayılır. Məsələn, insanı bir dənə əhəmiyyət vermir, bir dənə mesaj yazır, bir kəlmə söz yazır kimsə barəsində. Göndərir filan kəsə, o da həmən yayılır. Təsəllə getdi. Gör, nə qədər günahlar yazıldı sənə. O yazılar hamısı şahidlik gətirəcəkdir qiyamət günü. Mümküniyyət yoxdur. Hamısı, kimlər haqqında yazmışsan, kimlər haqqında nə qulaq asmışsan, hamısı. Amma onu biz xeyrə çevirə bilərik. Düzdürmü? Ən asan, ən gözəl hansı ki insana asan gələn ibadət var. Daha doğrusu asan olan, amma görürsən ki insan misal üçün ondan qaçır.
Sən hər dəqiqəni, hər saniyəni Allahın zikri ilə keçirə bilərsən. Biz götürüb insanlarla danışmağın nə faydası var boş-boş? Nə qazanırsan ondan? Yəni elə söhbətlər var ki, fayda var, əlbəttə ki. Söhbət gedir faydasız söhbətdən. Görürsən danışır insan, hə, qoysan saatlarla danışacaq, amma belə axırda nəticədə bir dənə bax gör o söhbətdən sən nə əldə elədin. Yaxşı, axirət üçün demirəm, dünya üçün. Görürsən dünya üçün də heç nə yoxdur. Yarhamkallah. Düzdürmü? O söhbət odur, amma sən niyə görə elə insanlarla oturmalısan? Ne səbəbə? Elhamdülillah get, qorxma, çəkinmə, aralan. Düz fayda yoxdur, qardaş, işim çıxdı, getməliyəm. Get ondan sonra götürüb bir səhifə Quran oxu. Bir səhifə Quran oxuya bilmirsən, 100 dəfə Subhanallah de, 100 dəfə Elhamdülillah de və s. başqa zikirlər elə. Bu daha faydalı olar. Elə bir gün də danışacağımız, yəni məsələ ibadətlərin ən üstünlərindən və ən asandır. Nədir? Allah'a zikr eləmək. Allah'a zikr eləmək. Və buna da ki, qulun nə dərəcə ehtiyacı var? Yəni yeməkdən, içməkdən də daha çox ehtiyacı var Allah'a zikr eləməkdə. Mümküniyyət yoxdur. Niyə görə? Ona görə ki, o Allah'a zikr eləmək Ər-Rahməni razı salar və şeytanı uzaqlaşdırar səndən. Və səndən kədəri, kədər, kün, sənin hüzününü, hər bir şeyini səndən uzaqlaşdırar. Və həmçində ki, sənə saadəti, xoşbəxtçiliyi cəlb eləyər. Xoşbəxtçiliyi əldə eləyərsən onunla. Və Allah subhanahu wa ta'aləni kim zikr eləyərsə, Allah subhanahu wa ta'ala onu zikr eləyər. Allah subhanahu wa ta'aləni kim zikr eləyərsə, Allah subhanahu wa ta'ala onu sevər və özünə yaxınlaşdırar. Nə olacaq, insan nə etməlidir? Daim çalışmalıdır ki, zikirlər olsun. Mütləq. Mütləq hər bir anda. Xüsusən istir elm tələbəsi olsun, istir sıravi insan olsun. Yəni sən nə etməlisən? Daim çalışmalısan ki, zikirli olasan. Daim Allah subhanahu wa ta'ala. Bazar ki dilin daim nə olsun? Hər saniyə, hər dəqiqə Allah subhanahu wa ta'aləni zikr elə. Və onda görəcəksən Allahın izni necə yəni qapılar sənin üzərinə açılır. Necə çətinliklərini asanlaşdırır. Neçə yəni çətinliklər. Görəcəksən heç gözləmədiyin qapılar açılır üzərinə. Valla bu dünya fani bir dünyadır. Görürsən insanlar, dünya qapıları açdıqsan görürsən insanlar, əksəriyyətimiz yəni nə edirik? Allahın dinindən uzaqlaşırıq. Allahın zikrindən uzaqlaşırıq. Amma halbuki görürsən ki, vaxt var idi ki, insan çətin idi, az idi dünya tərəfindən payı. Allah subhanahu ta'ala daha çox zikr edir, daha çox ibadətdə idi. Amma indi görürsən o dünya qapısı açıldıqsan, dünya rahatlaşdıqsan, nə edir? Allahın ibadətindən, Allahın zikrindən uzaqlaşır. Amma əksində indi sənin o asanlaşıbsa, sən daha deməli rahat elə bilərsən ibadətlərini. Daha da çox zikr elə bilərsən. Düzdürmü? Amma nə edirik? Biz təəssüflər olsun ki, əksinə uzaqlaşırıq. Bu da ki, problemdir. Ona görə ki, sən dünyanı nə qədər istəsən əldə edə bilərsən. Amma əlində olsun. O dünya ki, səni ibadətdən uzaqlaşdırır, o dünya ki, səni Allahın zikrindən uzaqlaşdırır, deməli, o dünyada sənin üçün xeyir yoxdur. O dünya ki, sənin namazını da səhlənkarlaşırsan, o dünya ki, sən günaha sürütləyir, o xeyir yoxdur işte. Heç bir xeyir yoxdur. Ümumiyyətcə, yəni insan nə etməlidir? Qardaşlar, daim çalışmalıdır ki, elm alsın. Fərqi yoxdur, yaşınıza baxmayın, məkana baxmayın, elminizi artırın. Elm artdıqca imanınız artacaqdır. Elm azaldıqca imanınız zəifləyəcəkdir. Mütləq şəkildə. Əlhəmdülillah. Çalışın, nəsə öyrənin. Bir şey oxudunuz, görürüz biraz şübhə düşür, görürüz biraz düz başa düşmürsünüz. Həmən hansısa bir tələbi ilə, düzdür, neyinin? Əlaqə saxlayın. Bu məsələni belə başa düşmüşük, düzmü başa düşmüşük? Yoxsa düz başa düşməmişik. Və bu, yəni ki, əsr sələflərin yoludur.
qaytarmalısan hara? Elmi əhlinə. Ümumiyyətcə elm yox, hər bir işi əhlinə. Və Allah Rasulü sallallahu aleyhi ve sellem Müslimdə gələn hədisdə deyir ki, mən sələkə tariqa yəltəmizu fihi ilmən səhhələllahu lehu bihi tariqan iləl cənnə. Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, kim deyir bir yola çıxar, o yol yanı elm var o yolda, elm üçün çıxarsa, Allah subhanahu wa ta'ala ona cənnətə gedən yol asanlaşdırar. Cənnətə gedən yol asanlaşdırar onun üçün. Və Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, başqa bir hədisdə, bu da ki, muttəfiqun aleyhidir, yəni həm Buxarıda gələn, Müslimdə gəlir. Deyir, Allah, mən yuridillahu bihi xayran yufəkkihhu fid-din. Kim üçün Allah subhanahu wa ta'ala xeyir istəyirsə, ona dini anlayışı verər, dinin fikrini verər, dini başa düşməyi verər. Bu Allahın sevgisindəndir. Görürsən, insanlar var ki, təəssüflər olsun ki, Allah subhanahu wa ta'ala bir kiməsə həqiqi mənada görürsən ki, salamatdır və əlhəmdə xeyrə çağırır, elm yolundadır. Yəni, bir qardaşım, əgərəm sən o insanla düşmənçilik eləyirsənsə, çox böyük ehtimal ki, o insan Allahın vəlisidir. Çünki Allah Rasulü s.ə.v özündən sonra heç bir dünya tərəfindən miras qoymadı. Nəyi qoydu miras? Elm qoydu. Və o insanlar, o şəxslərlə gedib alimlərin zindibində oturub, o həmən mirasa yiyələnənlərdir. Gör, kimdən sən düşmənçilik yaparırsan, təhlükəli məsələdir. Və başqa hədisdə də Allah Rasulü s.ə.v deyir ki, Qali Nəbi s.ə.v İzə mətəl insən inqata anhu əməluhu illə min thələthə. Əgər insan ölərsə, bütün onun əməlləri nə olar? Kəsilər. Yalnız 3 şeydən başqa. İllə min sədaqatin cəriyyətin, yəni cəri, yəni axar sədəqədən başqa, əbu ilmin yuntəfə bihi və yaxud elm qoyub gedər və o elmdən insanlar faydalanır. Əv vələdin salihin yəd'u ləhu və yaxud da ki, salih olar, hansı ki, onun üçün dua eləyir. Yəni, sən də sağlıq özündən sonra xeyir qoy, xeyir əhli ol. Bu da Müslim rəvayət edir, rəhməllah təala. Biz hər bir şeydən insanın payı olmalıdır. Mütləq şəkildə. Yəni, sən hər bir şey elmə bağlamaq. Birinci ədəbdir, ərkandır, mütləq şəkildə sən neynəməlisən? Ədəb bilməlisən. Yəni, məclisdə özünü aparmaq, insanlar içində, böyüklər içində, kiçiklər içində, meçidə girəndə, bazara girəndə, alver eləyəndə, fərqi yoxdur, yolda gedəndə, sən hamıdan fərqlənməlisən. Çünki sən nə addaşırsan, deyirsən ki, mən sələfin, sələfi salihlərinin yolundan gedənlərəm. Yəni, sələfin salihin yolundan getmək, o demək deyil, yalnız insan saqqalı olsun və yaxud da ki, isbalı olsun, yox. Bu, əlbəttə, Allah Rasulü s.ə.v-in əmr elədiyi sünnələrdəndir. Düzdürmü? Vacib sünnətlərdəndir. Amma bu, o deyil. Sən insan məhsin, saqqal saxlasın və ona uyğun hərəkət eləməsin, ədəbsizlik eləsin, özünü aparmağı bilməsin, ağzını danışığını bilməsin. Necə sələflikdir bu? Sən sələfi deyirsənsə, sələfin yoluna giderim, hər bir şeydə özünü o sələfin mənhəcinə, yəni onların yoluna bənzətməlisin özünü. Hər şeydə, bütün müamilələrdə. Sələflər necə olublar? Onlar ticarət edəndə onların ticarətinə heyran olurlardı. O qədər halallıq, o qədər yəni gözəl, şəffaf. Düzdürmü? Sonra deyirlər, budursa İslam, biz bu İslamı qəbul edirik. Dində olmayanlar. Bugünkü gündə görürsən, təəssüflər olsun ki, insanlar məsəl üçün irad tuturlar. Hətta belə bəzi insanlar, yəni cahiliyyət üzbatından İslama belə irad tuturlar. Amma o, hətta belə saqqallı olsun, başı bağlı insan olsun, özünü İslama, müsəlmanlara nisbət edən insan olsun, o səhv eləyirsə, bu İslamla əlaqəli deyil. İslam dini Allah subhanahu wa ta'ala'nın dinidir. İslam dini paş və nöqsansızdır. Bu Allahın dinidir. Amma o xata eləyənlər, onlar müsəlmanlardır. Onlar müsəlmanlardır və onlar müsəlmanlara qara ləkə gətirirlər. İslama yox, İslam mümkün deyil. Amma insanlar xata elədirlər ki, filan kisə bax, İslama qara ləkə gətirir. İslama belə edir, o səhvdir.
Və baxın qardaşlarım, Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, sizin ən xeyirliniz, düzdür, bu hədis də gəlir, Buxari də gəlir. Sizin ən xeyirliniz. Çünki qali Nəbi sallallahu əleyhi və səlləm xeyrukum men təalləməl Qur'an və allamahu. Allah Resulü sallallahu əleyhi və səlləm deyir, sizin deyir ən xeyirliniz Qur'anı öyrənib və onu öyrədən. Hamımız bilirik bu hədisi, amma əməl eləmirik. Hamımız bilirik. Belə biz uşaq belə bilir içimizdən ki, hə, Allah Resulü deyir ki, hə, sizin ən xeyirliniz Qur'anı öyrənəndir və öyrədən. Sən bir gün içində öyrənirsən Qur'anı oxumağa, sən ən xeyirli sayılırsan. Sənə Qur'anı bir gün içində öyrədirlər, o da ən xeyirli sayılır. Və sabah sən o Qur'anı öyrədəcəksən kiməsə, sən də ən xeyirlisi sayılacaqsan. Çünki amma səhlənkar yanaşırıq. Öyrənmirik. Və yaxud da ki, öyrənliksə, birliksə nədir? Gözəl oxumağa çalışmırıq. Təcviddən, qaydalardan. Ona görə mütləq şəkildə buna diqqət eləmək lazımdır. Və Allah Resulü sallallahu fikir verin, görün nə deyir bax bu? Qali Nəbi sallallahu əleyhi və səlləm: "Məsəlul-ləzi yaqra'ul Qur'ana və huve hafizun lehu ma'as-seferatil kirama el-berra." Baxın qardaşlarım, deyir, kim deyir Qur'anı deyir, hifzindən oxuyursa, şu verin hifzindən oxuyur. Düzdürmü? O deyir, burada aslama verir. El-kiram, yəni əs-səfərə kimlərdir? Mələklərdir. Mələklər səviyyəsindədir insan. Kim Qur'anı hifzdən oxuyursa. Niyə görə? Niyə görə? Ona görə ki, onlar da, mələklər də Allah subhanahu wa ta'alədən dinləyirlərdi, əzbərillərdi, gətirirlərdi, Allah Resulü sallallahu əleyhi və səlləmə çatdırırlardı. Sərləyin insan Qur'an əzbər bilir, mələk səviyyəsindədir. Düzdürmü? Çünki amma biz nədir? Belə məsələlər görsən, səhərkar yaraşırıq. Yəni, el-kiram el-mükramuna indallah. Yəni, Allah dərgahında onlara gözəl şeylər, yəni gözəl nələr bəxşi olunanlar. Və əlbərara odur ki, onlar yəni mutidirlər. Yalnız Allah üçün eləyərlər. Yalnız Allah üçün mutilərdir. Amma sonra görün nədir Allah Resulü sallallahu əleyhi və səlləm və Qur'anı oxuyanlardan da gedir söhbət, üzündən və həmçində çətinlik çəkənlərdən. Nədir Allah Resulü sallallahu əleyhi və səlləm hədisin ardınca deyir? Məsəlul-ləzi yaqra'u və huve yetə'ahaduhu və huve aleyhi şədid fələhu əcran. Deyir, amma o kişi qaldı ki, o şəxsə ki, oxuyur, çətinlik çəkir. Çox əziyyət çəkir. Yəni oxuyur, amma çətindir, əziyyətdir. Onun üçün nədir? Onun üçün deyir, çiqatdır. Yəni təsələ çiqat. Allah Resulü birinci deyir ki, bir hifzdən bilən mələklər səviyyəsindədir. Mutilər səviyyəsindədir. Mukrimun səviyyəsindədirlər. Düzdür? Deyir, amma bu nədir? Bu oxuya bilmirsən, çətinlik çəkirsən, amma dayanmırsan da, gedirsən yenə də. Sən çiqat əcrin var. Onların çiqat üstünsən, amma dayanmırsan. Və sonra misal Allah Resulü sallallahu əleyhi və səlləm bir hədisdə deyir ki, bu hədis də gəlir Müslimdə. Qala Nəbi sallallahu əleyhi və səlləm: "İqra'ul Qur'ana fe innehu ya'ti yevmel qiyamə şəfi'an li ashabihi." Allah Resulü deyir, Qur'anı oxuyun. Həqiqətən o deyir, qiyamət günü sahibi üçün şəfaət olaraq gələr. Şəfaətçi olaraq gələr. Amma Qur'an oxunmursa, Qur'an əməl olunmursa, o başqa hədislərdə gəlir ki, o cənnətə onu aparan yollar. Amma Qur'an oxunmursa, Qur'an əməl olunmursa, onda nə olur? O, onun üzərinə hüccət olar. Və həmçində cəhənnəmə girməyinə səbəb olar. Yəni, sanki elə bil ki, Qur'anı oxunur, əməl olunursa, onu qabaqda elə gedir, Qur'an aparır cənnətə. Əgər əməl olunmursa, oxunmursa, onda nə olur? Arxadan itələyib cəhənnəmə itələnir. Qur'an səbəbi ilə.
Allah Resulü s.ə.v deyir ki, zikirdən başladıq. Bu hamı zikirdir. Yəni, Quran oxumanın sən zikirdir. Elm almağın zikirdir. Dilin zikirlə istah saxlamağın zikirdir. Allah Resulü s.ə.v deyir ki, bu da ki, muttəfiqun aleyhidir. Yəni, Buxari və Müslimdə gəl hədis. Məsəlul-ləzi yəzkuru rabbəhu vəl-ləzi lə yəzkuru rabbəhu. Məsəlul-həyyi vəl-meyyiti. Deyir, Allah'a, yəni Rəbbi zikri eləyəni və eləməyənin misalı nədir? Yəni, Rəbbi zikir eləyən, Allah zikir eləyən misalı diridir. Zikir eləməyən sanki ölüdür. Mən sən Allah zikir eləmirsənsə, ölü kimisən. Və yaxud da ölü olmaq daha faydalıdır. Nə baxımdan? Heç nə yoxdur, sənin yanına heç nə yazılmır, artıq kəsildi. Sağsansa nədir? Günahlar yazılır. Məsələn, o Allah zikri ilə istifadə eləmirsənsə dilini, neysən, demək olabilirsin ki, o dili Allahın qəzəbi ilə qazanmaqla məşğulsan o dillə. Kimisə qeybətini eləysən, kimisə böhtan atırsan və s. axir. Və sonra isə uzun bir hədisdə Allah Resulü s.ə.v deyir ki, Allah subhanahu wa ta'ala deyir, mən deyir, qulumun zənnindəyəm. Əgər məni zikr eləyərsə, mən də onu zikr eləyərəm. Əgər məni nəfsində zikr eləyərsə, mən də onu yəni özlüyümdə zikr eləyərəm. Allah subhanahu wa ta'ala deyir. Əgər deyir, məni deyir, bir cəmaatda, bir məclisdə zikr eləyərsə, mən də onu o məclisdə, yəni mələklərin qatında təzəli o insan zikr olunlar. Və hədisin ardına deyir ki, onu deyir, o məclisdən daha xeyirli məclisdə zikr eləyərəm. Elə belə deyir qardaşlar, yəni nə etmək lazımdır? Daim xeyirlə çalışmalı. Onsuz vaxtımız azdır. Çox azdır vallahi ki, yəni görürsünüz, artıq burada yaş olan qardaşlardan artıq neçə yaşa dolmuş. Nə qalıb ki, belə də, yəni tam belə yaşa dolub yaşasaq, o da Allah bilir, nə vaxt gedəcəyik. Çünki alimlərin ictihadı və həmçinin ki, deyir, ən çox deyir, ölənlər cavanlar ölür. Az yəni qocalıb, yəni qocalıq, tam qocalığa çatıb ölənlər az olur. Əksəriyyət ölənlər ya uşaqlar olur, ya da cavanlar olur. Görürsən ki, qocalığa çatıb tam belə 70, 80, 100 yaşayan adam görürsən az olur. Yəni o ümumi ölənlərdən gedir də söhbət. Faiz baxımından baxsan, görürsən əksəriyyəti cavan ölür. 40 yaşında, 50 yaşında, olursa ondan az və yaxud da uşaqca. Fikir verib bir dənə, görürsən ki, həqiqi öləndə, məsələn, 20 nəfər adam ölübsə, görərsən ki, onun içindən həm 15-i və yaxud da 10-u və yaxud daha çoxu görərsən cavanları gedir. Yəni, arxayınlaşma ki, 60-a satsam, 70-a satsam, 80-a satsam, yox. Bu gününlə yaşa. Bu gününlə yaşa. Sabah sənindir, dünən artıq keçdi, bu gündür. Onu yenəməlisən, bu gününlə yaşamalısın. Cavanlar ölür məsələsində. Yəni, orada var inşallah. Əksər yəni ki, əksəriyyət görürsən, insanlar arxayınlaşır ki, mən filan yaşa çatacam və yaxud da yaşıma dolacam, amma bir içində baxsan görürsən ki, necə ki, alimlər qeyd edir, əksəriyyət ölənlər ya uşaqlardır, ya da cavanlardır. Məsələn, göz bir içində 20 dənə, 30 dənə adam ölübsə, görürsən, onun daha çox faizi nədir? Yəni, ya uşaqdır, ya da cavanlardır ölənlər. Arxayınlaşma ki, filan yaş çatacaqsan. Neynə? Yəni, çalış. Bu günün sənindir. Dünən artıq öhdü. Sabah isə bilmirsən, çıxacaqsan və yaxud çıxmayacaqsan. Faydalı keçir, xeyir ol. Özünə xeyir ver, cəmiyyətə xeyir ver, valideynlərə, ətrafa çalış, faydalı ol. Həmçində fikirləş o tək qalacağını qəbirdə. Nə fayda verəcək sənə qəbirdə? Onu fikirləş. Ki, bu torpağın üstündə bir gün gəlsən. Bir gün sən bu torpaqdan yeysən, sabah bu torpaq səni yeyəcəkdir. Və orada tək qalanda nə yiyəcəksən? Nə kömək eləyəcək sənə? Dostmu, qardaşmı, admı, sanmı? Nədir sənə kömək olan? Bax, onun üzərində işlə. Nə fayda verəcəksən? Əgər bilirsən, dost fayda verəcək, onda dostlar üçün çalış. Nə? Pul qazanmaq fayda verəcək, onun üçün çalış. Allah zikr eləmək, gözəl əməllər, Quran oxumaq, bunlar sənə fayda verəcək, deməli, onunla çalış. Allah daha doğrusunu bilir. Sonra mesela Allah Resulü s.ə.v deyir ki,
Qale Nebi sallallahu aleyhi ve sellem sebekal mufarridun deyir. Artıq müfarridlər yəni keçdilər, ötdülər. Və sahabelər bilirsiniz necə olublar. Onlara aydın olmayan sözü, başa düşmədikləri sözü həmən soruşurlar. Deyir, qalu və məl mufarridun ya Rasulallah. Kimlərdir müfarridlər? Nə deməkdir o? Qalə əzzəkirunallah kəsirə və zəkirat. Allah subhanahu wa ta'aləni çox zikr edən kişilər və qadınlar. Və onlardır. Yəni icata çatanlar, ötənlər. Budur. Bunu yine daim çalış. Və həmçinin də axırıncı bir hədisdə qeyd edeyim. Və necə ki, yəni zikr məclisinin faydalarından. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, və məctəməə qavmun fi beyti min buyutillah yetlu kitaballah. Deməli, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, Allah subhanahu wa ta'ala'nın evlərindən bir evində cəm olarlar və Allah subhanahu wa ta'ala'nın kitabını oxuyarlar. Və yaxud neyirlər? Və yətədərəsunəhu. Və yaxud onu öyrənirlər. Və yaxud öyrədirlər. Beynəhum. Öz aralarında. Oturur, oxuyur, məsələn, qardaşdır. O oxuya bilmir biraz, o ona kömək edir. Adi şey, ehtiyac yox, təfsir ver. O laf yüksək. Heç nə, oxuya bilmirsən. Bir kənd yerindəsən, rayon yerindəsən. Görürsən, hansı qardaşın nədir? Zəif oxuyur. Gəlir sənin yox, sən qardaş, gəl oxudur, yarım səhifə oxu, mən sənə. Bu hədisə daxil olacaqsan, subhanallah. Təsəllə. Təsəllə, bu hədisə daxil olacaqsan. İllə nəzələt aleyhimul səkinə. Onlara deyir, sakitçilik, səkinət yəni nazil olar. Yəni, rahatçılıq. Və həmçindəki Allah subhanahu wa ta'alənin deyir, nəyi? Əzinin rəhməti nazil olar. Allah subhanahu wa ta'alanın rəhməti onları bürüyər. Və sonra nə deyir? Ardınca Allah Resulü sallallahu aleyhi ve sellem və həffəthumul mələikə. Onları deyir, yəni əhatat bihim. Onları deyir, mələklər bürüyər oranı. Və sonra biz nə deyir? Və zəkərəhumullahu fīmən indəhu. Allah subhanahu onları zikr edər, kim onun dərgahındadılarsa. Gör nədir, niyə insən? Heç nə otursan mesciddə Quran oxuyursan. Quran oxuyursan. Və yaxud da bir-birinin arasında onu yayırsan və yaxud da öyrənirsən, daxil olsan bu hədisə. Otur məsələn namaz arasında çay içməkdənsə, çayçıda, otur mesciddə bunu əməl elə. Otur mesciddə bir hədis müzakirə elə. Zəngirə hansı elm tələbəsi, bu hədis qabağımızdadır, bunu necə başa necə? Bu hədislərə daxil olacaqsan. Bunlar hamısı sənə lazım olacaqdır. Allah daha doğrusunu bilir. Allah subhanahu sizlərdən razı olsun. Allah subhanahu eştifadədən etsin bizi. Allah subhanahu ölkəmizi qorusun, əmin-amanımızı qorusun. Allah subhanahu hər birinizin ruzisini daima artırsın. Allah subhanahu xalqımızın, millətinin kimlər ki xəstəsi var, Allah onlara şəfa versin. Allah subhanahu ta'ala kimlər hilə qurur bizim ölkəmizə, ölkə başçımıza, Allah onların hiləsinin qarşısını alsın. Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdik. Əşhədu ən la iləhə illə əntə əstəğfiruka və etûbu ileyk.